Hazıram. Demək olar. Vüqar, xoş gördük səni. Bilirsən ki, səninlə bölgələrimizdən birinə gedəcəyik və tanımadığımız qapını döyüb onlara nə deyəcəyik? Bunlara yəqin ki, yaxşı meyxanalar deyəcəyik. Yox, Vüqar, biz qapını döyüb onlara ay eviyəsi deyəcəyik. Bəli, bəli. Beləliklə, mənim ən çox işlətdiyim bir söz var. Yolçu, harda gərək? Yolçular bu saat doludur, metronun qabağında. Yox, Vüqar olmadı. Yolçu yolunda gərək. Vüqar, sən özün bilirsən ki, mən adətən sənət adamları ilə tək yola çıxıram. Amma gördüyüm qədərilə siz bu qardaşla gəlmişsiniz. Soruşmaq ayıb olmasın, bu qardaş kimdir belə? Yaxın dostluq, elə hara getdik bir yerdə oluruq. Yaxın dostluq, deyil belə ailəvi dostluq. Yəqin efirə düşmək istəyir. Ümumiyyətcə, Vüqar, necə düşünürsən? Bax, qarşımıza necə bir insanlar çıxacaq, bizi necə qarşılayacaqlar? Yəni, bu haqda fikirləşmirsən? Baxır, biz özümüzü necə aparacağıq da? Ümumiyyətcə, həyəcan var. Yox, həyəcan yoxdur. İndi görək biz özümüzü necə aparacağıq da. Necə aparacağıq, elə də cəmaat bizi qarşılayacaq. Vüqar, elə buralarda saxlam. Mən düşüm və qarşıma çıxan iki qapını döyüm. Olar? Aha, buralarda saxlam. Qapını döyək. Ay eviyəsi. Ay mama, it var deyəsən. Evdə kim var? Salam xanım. Xoş gördük sizi. Yəqin ki, tanıdınız. Boyumda palaşıymış ay bacı. Ay eviyəsi verir. Ay, sağ ol. İcazə verəcəksiniz də bugün sizin qonağımız olaq. Hə, niyə olmur, niyə olmur? Baxın, sizə belə bir sual verim. Sizcə, bilirsiniz ki, mən... Hə, sizcə bugün sizin evə kimi gətirmişəm özümlə? Az demədin Vüqardır. Xanım, Hə. elə yox, siz elə eləməlisiniz. Güya xəbəriniz yox. İşte çəkilişdir bu. Bilmirsiniz, başa düşdünüz? Yaxşımı? Hə, bilmirik kim gəlir. Aysa, bilmirsiniz kim xəyinizə və xəbəriniz kim? Sonra qoy, gedin bizim kişiyə də deyim. Xəbər eləyir. Quş yox deyib, birdən palf eləyər. Yaxşı. Yavaş gəlir. Yaxşı. Ay kişi, durmuş. Durmuş. Nədir? Nədir? Rapportor kim çəkilişdən gəlir. Hanım? Nə halim gəlir? Mən nə halim? Gəlin bana xeyir verəcəklər. Gəlin yevsiz geçəcəklər. Ay. Nə halim vardı? Mən nə halim vardı? Eşsinlər ana! Eşsinlər ana! Nə olacaktı? Yaxşı, yer gedərini. Giyinmirəm. Hə, ay xanım. Baxın, sizcə kimdir bizə gələn? Hiç özüm də bilmirəm. Deyirəm bəlkə bir ipucu verəsiz, mənə də çox maraqlıdır. Hə, həmin adam meyxanaçıdır, özü də bığı da var. Meyxanaçıdır, qalın da bığı var. Vüqar. Ay, sağ olun. Düz tapdınız. Sən adın çəkmə, bu özün adın nə? Bizim kişidir. Salam dayı, xoş gördük sizi. Adın demək ki, bilməyirik kimdir. İndi deyirsən, Vüqar, nə deyirsən bə? Axalım, bilməyirik. Başın adını bilməyirik kimdir. Çağır gəlsin, görək. Yaxşı dayı, əsəbləşmin. Yaxşı. Deməli, qonağımız meyxana ifaçısı, məşhur meyxanaçı Vüqardır. Həmişə bu evlərə, şadlıqlara gələk, balalarımızın toyuna gələk. Salam bacım, xoş gördük. Xoş gəlirsiniz, həmişə siz gələsiniz bu evə. Əyləşin. Çağıranda elə qiymət deyirsiniz ki, adam heç çağırmaq da istəmir. Uşağın toyunda zəngələdim nana. Dedim, ha Vüqar, gədiyə toy eləyirəm. Bir özünü bizim qapıya sal. Elm ay nə bilim işim var, həm oraya edirəm, Rusiyadıyam. Heç tapa da bilmədik. Ay kişi,
Lalədən ayıb heç olmaz. Naifdir. Naifdir. Niyə ayıb olur ki? Qapıya gəlib sözümü deyət, anam. Elə deyil. Elədir. Uşağı da heç kəstirəmədim o vaxtdan. 18 yaşı var ucu. Yaxşı dayı, əsəbləşməyin. Bax, indi Vüqar burdadır. Siz də onu nə istəyirsiniz? İstəyiniz nədir? Arzunuz nədir? Deyin ona. O da sizə ki, fürsət ələ düşmüşkən bir xoşladığınız mahnı deyin, ifa eləsin. Nə ürəyiniz istəyirsə, mən ifa edeyim sizin üçün. Bir yaxşı meyxana. Hansını ürəyiniz istəyirsə, mən hazır. Bizdən keçən bir mahnı. Gətir onu bura. Gecdir bala. Gecdir ucu. Qonşuda da rəhmətə da edən var. Yaxşı çıxmaz, ayıbdır. Sən belə elə bala. Sənin diskin varmı? Var, var. Bax, sən o diskini gətir. Mən burada öydə saxlayayım. Yası-ması yola verək, inşallah oturub arvatla bir normal vaxtı qulaq asarıq da, ana. Olar mı elə? Kasetlərdən. Yumru kaset. Sən gəllədim, ana. Ay, ayıbdır. Az nə ayıbdır? Ayıb nə olar ki? Gəlib çıxıb qapıya qoy sözümüzü deyət, ana. Sözü düzün demək nə vaxtdan ayıb olubdur? Qonaq gəlib. Niyə qoymurlar? Əsəbləşmə dayı, Əsəbləşmirəm mən tonum belədir, danışığım belədir. Ayıbdır, o önündə gəlmə, qapına gəl. Mən nə verirəm, yumruq atmıram, şillə atmıram, təpik atmıram. Ay qardaş, nə oldu? Qısa ilə də konsert versən burada. Allah bir yağdan deyirsə qutar nə oldu ya? Sərdən görsün. Ağa tələsirəm. 2 dəqiqədə gözdə qutarım. Ay qardaş, sərdən 2 dəqiqə. 2 dəqiqə, mən ölüm 2 dəqiqədə. Ha tez elə ay qardaş. Bir qıraqda. Təsəvvür edin ki, indi hamı oturub gözdə çiçəkdir, dəfn olunsun şeylər. Elə gözlə. Qəbristanlıq da deməli evin lap yanında. Yəni ki, molla ən axırını şeylə verir ki, Fatihə versin. Orada Fatihə, molla verəcək ki, Fatihə Ben necə çay getirmirsən ki? Belə şeylər olur hə. Həz alıram, ana, oxuturaram, gələrəm, otururam. Çox maraqlı. Balada tabletka stolum var belə. Qoyuram onu, sökənirəm duvara. Qavağıma da gətirirəm çayım, mənim termosum zadım orada. İşlə ana, işlə, vəziyyəti mələ alın. Vüqar bizim üçün maraqlı oldu. Həqiqətən gəldi sizin evə IBS proqramından gəlin. Çox xoş oldu. Çox sağ olun xanım. Buyurun siz də əyləşin də. Yox, Tüm gün yenə meyvəni gətirdiniz, çay gətirdiniz. Özünüz heç nə yemədiniz. Hər gün Arvadın şotdan, arvadın şodur. gəlmirsən, qabdan Biraz qal. qabağına qoyub, peskontum. Çox sağ olun, əziyyət çəkdiniz. Özünüz Buyur dayı, buyur. Limon salayım mı? Yox, çox sağ ol dayı, çox sağ ol. özünə sağlıq. Bunu o vaxt durmuş, o vaxt bir sacdı gördün. Gözəldir, gözəldir. O vaxt durmuş gəlmişdi. Heç IBS Arvad, sağ salayım. Yox, izləmisinizmi? Ən çox sevdiyiniz belə proqram, hansı proqram olur? Vallahi üzünə demək olmazsa, mən elə Vüqar ilə xoşlayıram ki, onun bir o mənim Bakım mahnısı var. Ürəyim gedir. Hə, elə Allah sizdən razı olsun. Ürəyim elə xoşluq tapdı ki, Vüqar gəldi bizə. Bu yiyin siz Allah, yiyin gözümdə qalmasın sonra. Beləliklə, verilişimiz sona çatdı. Mən isə sizlə düz bir həftə sonra görüşəcəm. Ola bilsin ki, mən sizin qapınıza Ayeviyəsi söylədim. Hələlik.